Üçüncü məsuliyyət Əhl-i Beytin qarşısında məsuliyyətli olmaqdır. Bu da mühüm məsələlərdən biridir. İmamların qarşısında və Peyğəmbərin qarşısında məsuliyyətli olmaq lazımdır. Niçin? Ona görə ki, Allah Teala bunu bizə əmr eləyib. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Ətiyullah və ətiyul Rəsul və ulul əmri minkum. Allaha və Peyğəmbərə itaat edin və sizlərdən olan əmr sahiblərinə. Bu ayə gələndən sonra Əbdullah ibn Ənsari Peyğəmbərdən sual edir ki, Ya Rəsulallah, Ətiyullah və ətiyur Rəsulu başa düşdük. Yəni, Allaha və Peyğəmbərə itaat edin. Bəs ulul əmri minkum kimdir? Onlar kimdir ki, biz onlardan itaat edək? Allahın Peyğəmbəri bir-bir imamların adını sayır. Ulul əmri minkum, yəni Əmirəl-Müminin Əli ibn Əbi Talib, İmam Həsən, İmam Hüseyin və ardıyla da başqa imamlar. Buna görə də hər birimiz imamlardan da itaat eləməliyik. Onların bizə buyurduqların yerinə yetirməliyik. Deyik ki, Əbəlfəzl Əbbasdan danışacağıq. Həzrəti Əbbasın mövqeyi nə idi burada? Həzrəti Əbbas əleyhissalam Allahı gözəl formada tanıyırdı və itaat edirdi. Peyğəmbəri gözəl formada tanıyırdı və itaat edirdi. İmamı gözəl formada tanıyırdı və itaat edirdi. Aşura gecəsi idi. Həzrəti Əbülfəzl Əbbas əleyhissalam öz qardaşlarını yığdı bir yerə, onlarla həmsöhbət oldu. Səhərçi günü bunlara başa salır. Sabahları Aşura günüdür. Sizin mövqeyiniz nə olacaq? Sizin fikriniz nədir? Vəziyyət bu formadadır. 72 nəfərin qarşısında 30 min qoşun. Həzrət Əbbasın qardaşları dedi, qardaşımızın fikri nədirsə bizim də fikrimiz odur. Yəni Həzrət Əbbasın fikri nədirsə bizim də fikrimiz odur. Dedi, mənim fikrim odur ki, nə qədər bizim damarımızda qan axır, İmam Hüseyin əleyhissalamın qanı yerə tökülsün. Həqiqətən də belə oldu. Aşura günü nə qədər ki Əbəlfəz ağa yaşayırdı, heç kəs cürət tapanmadı İmam Hüseyin əleyhissalama hücum eləsin və ona xətər yetirsin. Həzrət Əbbas imamın bu formada tanıyırdı. İmamətə, Allaha və Peyğəmbərə etiqadı bu idi. Yəni onları qorumaq onun üçün böyük bir məsuliyyət idi. Və bildiyimiz kimi hamı bilir, o vaxta qədər yaşayırdı Əbəlfəz ağa, heç vaxt qardaşına, İmam Hüseyin əleyhissalama qardaş deməmişdi. Ağa demişdi, böyük demişdi. Çünki imam idi. Çünki imamət məqamı var idi İmam Hüseyin əleyhissalamda.